Salam dostlar, hal-hazırda arxamda gördüyünüz bu möhtəşəm çəmənlik The Flower Fields, yəni güllər çəmənliyidir. Carlsbad şəhərindədir. Hansı ki Los Angeles'la San Diego şəhərləri arasındadır və bura çox möhtəşəm güllər var burada. Yəni həm turistik baxımdan, həm yerli cəmaət, saysız əhali gəlir. Hətta mən arxa tərəflərdə keçdim artıq, yəni bir balaca hava buludlu olduğu için gelen adamlar azalıb, amma yenə də var. Ve burada da yanımda da gördüğünüz bu da Amerikan bayrağıdır. Aşağıdan çekip videoya əlavə edəcəm. Bu göz çəmənlik Amerikan bayrağı şəklindədir. Burada da otel var. Hansı ki bu otelə gəlib istirahət edədikcə mənzərəniz birbaşa həm okean mənzərəsi. Bura girişin qiyməti $18 bir adam üçün. Gördüğünüz traktörle turistler geldi. Burada böyle bir taxt kimi kreslo düzəldiblər taxtadan. Cəmaət burada növbəyə durur ki, şəkillər çəkdirsinlər. Traktora minmək üçün buradan minirik. Belə bir station kimi bir yer qoyublar və traktorlar burada düzülüb. Sürənlər də gəlir elə buradan o hündür yerə çıxıb oradan minirlər. Və qiymətləri də 2 yaşa qədər pulsuzdur. 10 yaş arası $3'dır. 11 yaşdan yuxarı $5'dır. Kredit kartına, debit kartına da ödəmək olur və ətrafda qəşəng quşlar olan yer var. Bir də burada marajdan falan satan yerlər var.
Burada da müxtəlif çeşitli güllər var və həmçinin quşlar var. Quşların göyərçin falan. Səslərini də yəqin ki, eşidirsiniz. Burada hansı quşlar var adlarını yazır. Çəmənliyi görürsünüz yəqin ki, buradan belə. Çəmənliyin həmən çıxışında sizi belə bir suvenir aləmi ilə qarşılayırlar. Burada yəni çoxlu sayda suvenirlər, gözəl güllər, çiçəklər, nə bilim quşlar, handmade'lər, yəni bəzi əl düzəltmələri, bəzi gül qabları, gül suvenirləri falan. Bağçalara alıb qoyardı həmişə bundan. Bağçalara qoymağa Amerikan tərzi bir şeylər. Güllərdir, hamısını satırlar. Bizdə çox ucuz qiymətlərdir, 2 dollara, 1 dollara. Burada belə maraqlı suvenirlər var. Video o qədər də yəni məlumat verici video olmadı, amma gəzməyi xoşlayanlar üçün, gəzənlər üçün sadəcə özüm gəldim və dedim ki, sizə də video çəkim hazırlayım. Belə bir qəşəng yerə sizə də göstərim, yəni ən azından görəsiniz. Həm ideya kimi çox qəşəng ideyadır, özünüz də eləyə bilərsiniz, əgər tarlanız varsa belə bir şey eləyə bilərsiniz. Mütləq deyil şəhərin içində olsun, bura şəhərdən çox kənardır. Amma çox yəni gözəl fikirdir. Balaca bir tarlanı pul biznesə çeviriblər yəni. Həm gül satırlar, həm də ki gülləri belə deyək də göstərirlər, şovundan, göstərməkdən də pul qazanırlar. Bura Amerikadır. Bu qədər. Videonu bəyəndinizsə bəyənməyi unutmayın. Kanala abunə olmağı unutmayın gözəl videolar üçün. Çox sağ olun, özünüzə yaxşı baxın.